إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم. Əmə ba'du, əziz qardaşlar, bugündən etibarən sələf imamlarından İmam Barbahari rahmetullah aleyhin Şərh-ü Sünnə risaləsini oxumağa və onu gücümüz çatan qədər şərh etməyə, izah etməyə çalışacağıq. Və İmam Barbahari sünnətə bağlılığı ilə, həmçinin bidətə və bidət əhlinə qarşı sərt tutumu ilə tanınan, bilinən sələf imamlarından birisi olub. Və tam adı Həsən İbni Ali İbni Xələf Əbu Muhammed Əl-Bərbəhari. Əbu Muhammed, yəni Muhammedin atası, onun künyəsi idi. Lakin insanlar arasında öz nisbəti ilə, Bərbəhari nisbəti ilə məşhur olub tanınmışdı. Bərbəhər o dövrdə Hindistandan gətirilən bitkinin, daha doğrusu dərmanın adı olub. Və kim ki onu Hindistandan gətirirdi və ya onun ticarəti ilə, alış-verişi ilə məşğul idisə, ona adətən Bərbəhari deyilirdi və İmam Həsən İbn Ali rahmetullah aleyh də məhz bu nisbəti ilə insanlar arasında məşhur olmuşdu. Və doğum tarixi ilə əlaqəli dəqiq məlumat olmasa da, vəfatı hicrətin 329-cu ilinə təsadüf edir. Yəni İmam Barbahari hicrətin 3-cü əsrinin sonlarında və 4-cü əsrin əvvəllərində yaşayıb. Və İmam Əhmədin əshabından olub. Yəni İmam Əhmədin daha doğrusu əshabından elm alan alimlərdən olub. Xüsusən də Əbu Bakır Mərruzi rahmetullah aleyh İmam Əhmədin öndə gələn tələbələrindən olub və bu Əbu Bakır Əl-Mərruzi İmam Barbaharinin şeyxlərindən idi. Yəni İmam Barbahari deməli İmam Əhmədin tələbələrindən elm alan alimlərdən olub. Və öz zamanında Həmbəllərin şeyxi idi. Və həmçinin İmam Barbahari özü digər Həmbəli alimi, sələf imamlarından olan İbn Battah Əl-Ukbərinin şeyxi olub. İbn Battah o Kitab-ül İbanə, Əl-İbanətus Suğra və Əl-İbanətul Kubra kitablarının müəllifi İbn Battah İmam Barbaharinin tələbələrindən olub. Və İmam Barbahari barədə ümumiyyətlə alimlərin çox təqdirə layiq sözləri var. Məsələn, Əbu Abdillah Əl-Fəqih rahiməhullah deyir ki, İzə rəaytəl Bəğdadi yuhibbu Əbəl Həsən İbn Bəşşar və Əbə Muhammed Əl-Bərbəhari fa'lam ənəhu sahibu sünnə. Sən Bağdad əhlindən Əbul Həsən İbn Bəşşarı və Əbu Muhammed Əl-Bərbəhərini sevən birisini görsən, bil ki o sünnət sahibidir. Yəni Əbu Abdillah Əl-Fəqih rahiməhullah deyir ki, yəni İmam Barbahari kimi alimləri, şəxsiyyətləri sevmək əslində əhl-i sünnənin əlamətlərindən olub. Həmçinin İbn Kəthir rahiməhullah onun barədə buyurur ki, Əl-Alimu Zahid. İmam Barbahari alim və zahid birisi idi. Əl-Fəqihul Həmbəli, Həmbəli fəqihlərindən idi. Və kənə şədidən alə əhlil bidə' vəl-məasi. Ha belə bidət əhlinə və asilərə qarşı çox şiddətli idi. Və İbnül Cəvzi deyir ki, cəmə'əl ilmə və zuhd. Barbahari özündə həm elmi, həm də zahidliyi cəm etmişdi. Və bu cür alimlər elə də çox olmur. Ki, özündə həm elmi, həm əməli, təqvanı və zahidliyi cəm etsin və İmam Barbahari bu qəbildən olan, yəni həm öz elmi ilə, həm də təqvası, ibadəti və zühdü ilə bilinən, tanınan alimlərdən olub. Və İmam Zəhəbi rahməhullah deyir ki, onun barədə Şeyxul Hənəbilə, yəni öz zamanında Həmbəllərin şeyxi olub. Əl-Qudvatul İmam, yəni öndər, nümunə
sayılası bir imam idi. Kâne qavvalen bil haqq. Daima haqqı deyən idi. Daiyeten iləl əsər. Və əsərə, yəni Allah Rasulunun sünnətinə dəvət edən birisi idi. La yaxafu fillahi lawmata laim. Və Allah üçün, Allah yolunda bir söz deyəndə heç kəsin qınağından çəkinməz, heç kəsin qınağından qorxmazdı. Həmçinin İmam Barbahari onun sultanlar yanında da öz hörməti, izzəti və heybəti var idi. Həmçinin sıravi insanlar da İmam Barbaharini sevər, onun dərslərində iştirak edər və onun sözünü dinləyərdilər. Yəni İmam Barbahari həmçinin sıravi insanların qəlbində də özünə yer salmışdı. Və hətta İbn Battah rahimehullah bir maraqlı hadisəni nəql edir. Deyir ki, İmam Barbahari elə bir alim idi ki, onu nəinki elm əhli, nəinki elm tələbələri, hətta sıravi insanlar da sevirdilər, ona dəyər verirdilər, onu dinləyirdilər və onun dərslərində iştirak edirdilər. Və İmam Barbaharinin dərslərində iştirak edən, yəni ona dəyər verən, onu sevən, onu dinləyən sıravi insanlardan birisi bir gün sərxoş halda küçədə gəzən olur və müxaliflərdən, bidət əhlindən birisi onu görüb istehza ilə deyir ki, bax, həmbəllər budur. Yəni özlərini sünnətə tabiçiliklə tanıdan həmbəllərin halı budur. Və həmin o sıravi, o həmbəli, elə desək, o sərxoş, bu bidətçinin bu sözünü eşitir və yaxınlaşır ona, deyir ki, həmbəllər 3 zümrədir. Onlardan birincisi, özlərini ibadətə, oruca, namaza həsr edən zahid zümrə, ikincisi, özlərini elmə, təlimə, tədrisə, dəvətə həsr edən alim, fəqih zümrə və üçüncüsü də sənin kimi müxalifləri, bidət əhlini şillələyən avam zümrə. Elə bunu deyib, həmin o bidətçinin üzünə bir şapalaq ilişdirir və bir növ demək istəyir ki, bax, mən bu həmin üçüncü zümrədənəm. Bu, İmam Barbahari rahmetullah aleyh barədə müxtəsər olaraq qısa bir məlumat idi və kitaba gəldikdə isə kitab Şərh-u Sünnə adlanır. Yəni sünnənin şərhi. Və bu ümumiyyətlə o dövrdə əksər əqidə kitablarının adı bu cür idi. Yəni sünnəyə bağlı idi. Məsələn, müasir dönəmdə kimsə əqidəyə dair bir kitab yazanda adını adətən qoyur, məsələn, etiqad kitabı, əqidə kitabı və ya tövhid kitabı və bu kimi. Lakin o dövrdə belə deyildi. O dövrdə adətən alimlər əqidəyə dair kitab yazanda adətən o kitabların adını sünnə ilə bağlayırdılar. Məsələn, biz bundan qabaq götürmüşdük İmam Əhmədin Usul-i Sünnəsi, yəni sünnənin əsasları. Həmçinin elə İmam Əhmədin oğlu Abdullahın Kitab-ı Sünnəsi və ya Xəlləlin Kitab-ı Sünnəsi və İmam Tabarinin Sarih-u Sünnəsi və o cümlədən də İmam Barbaharinin Şərh-u Sünnəsi. Və İmam Barbaharinin belə desək, bizə gəlib çatan, məlum olan tək əsəri budur. Allah bilir, bundan başqa onun yazdığı kitab olub ya olmayıb, lakin bizə gəlib çatan, bilinən, yeganə əsəri Şərh-u Sünnədir. Və subhanallah, bu da çox qəribə bir haldır. Yəni, görürsən ki, elə alimlər olub ki, onlarla qələmə aldıqları kitablar olub. Lakin o kitablardan heç biri Allahın qədəri bizə gəlib çatmayıb. Və ola bilsin bizə gəlib çatıb. Lakin insanlar elə də o kitablara əhəmiyyət verməyiblər. Lakin bəzən də bunun tam əksi olur. Şərh-u Sünnə kimi. Ola bilsin müəllifin qələmə aldığı bir kitab olsun və ən azından bizə gəlib çatan bir kitabı olsun. Lakin Allah Azza və Cəllə o kitaba, o əsərə elə bərəkət versin ki, əsillər boyunca o kitab oxunsun, hətta əzbərlənilsin. Nəinki alimlər tərəfindən, hətta sıravi insanlar tərəfindən də sevə-sevə oxunulsun. Və o kitablardan birisi də
İmam Barbaharinin Şərh-ü Sünnə risaləsidir. Və bu kitabın xüsusiyyətlərinə, özəlliklərinə gəldikdə, o özəlliklərdən birincisi budur ki, kitab müxtəsər kitabdır. Bu nəinki Şərh-ü Sünnənin, ümumiyyətlə o dövrdə yazılan əksər əqidə kitablarının özəlliyi olub. Məsələn, biz İmam Əhmədin Usul-ü Sünnəsini şərh etdik. Həmçinin ondan sonra Əbu Bakr Əl-İsmaili rahiməhullahın hədis imamlarının etiqadı kitablarını götürdük. O kitabların da həzmi elə də böyük deyildi. Təxmini 10-15 səhifəli risalələr idi. Hətta elə risalələr var, əqidəyə dair, məsələn, İmam Hümeydinin, İmam Buxarinin şeyxlərindən olub. İmam Hümeydinin sünnəsi var, cəmi bir vərəkdir. Lakin alimlər o cür kitablara, həzmləri kiçik də olsa, necə önəm veriblər, həqiqətən də dəyərli, qiymətli kitablardır o kitablar. Və o cümlədən də Şərh-ü Sünnə. Düzdür, Şərh-ü Sünnə, yəni Usul-ü Sünnəyə nisbətdə biraz geniş həzmli kitabdır. Təxmini mücərrəd olaraq mətni götürsək, 50-60 səhifədir, bəlkə də az. Lakin yenə də müxtəsər risalə sayılır. Və həmçinin kitabın özəlliklərindən birisi də budur ki, kitabda sabit bir tərtibat yoxdur. Yəni, adətən, indi bunu kitabı oxuyanda, mütaliə edəndə birlikdə görəcəksiniz, yəni mövzudan mövzuya keçid var. Və həmçinin elə mövzular var ki, kitabda bir neçə yerdə təkrarlanıb. Müəllif eyni mövzuya kitabda ayrı-ayrı müxtəlif yerlərdə təkrarən toxunub. Deməli, birinci özəllik olaraq dedik ki, kitab müxtəsər əqidə mətinlərindən birisidir və ikincisi, kitabda sabit bir tərtibat yoxdur və üçüncüsü, ümumiyyətlə, kitabın dili biraz sərtdir. Bu da qayıdır kitabın müəllifi İmam Barbahariyə və həmçinin onun zamanına, onun zamanında ortaya çıxan zəlalət və bidət əhlinə görə görürsən ki, kitabın dili biraz sərtdir, biraz şiddətlidir. Hətta kitabda elə yerlər var ki, İmam Barbahari rahmetullahi aleyh öz kitabı barədə deyir ki, məsələn, kim bu kitabdan bir hərfi, bir kəlməni inkar eləsə, o zəlalət əhlidir. Yəni, hətta bu formada, sərt formada öz kitabını müdafiə edib, düzdür, bu bəzi alimlər tərəfindən qınanılsa da, çünki bu kitab məsum tərəfindən yazılmayıb. İmam Barbahari məsum deyil, xəta edə bilər. Bu Allahın kitabı, Quran, Peyğəmbərin sünnəti deyil. Hətta deyəsən ki, bu kitabdan kim bir hərfi və bir kəlməni inkar eləsə və ya ona şəkk eləsə, o zəlalət əhlidir və s. və ilaxır. Lakin imam nə üçün belə deyib, nə üçün bu cür mövqeyi tutub, inşallah həmin yeri kitabda oxuyanda, o yerə gəlib çatanda onu inşallah izah edərik. Bu müxtəsər olaraq bu risalənin bəzi özəllikləri idi. Və həmçinin sual verilsə ki, nə üçün məhz bu kitabı, bu risaləni seçdim? Bunun da bir çox səbəbləri var. O səbəblərdən birincisi odur ki, çünki mən təxmini 16-17 il bundan qabaq Biləcərdə olanda bu risaləni qardaşlarla götürmüşdük. Lakin tamamlaya bilməmişdim, təxmini yarıyacan gəlmişdik. Və elə o vaxtdan, bu vaxta üstündən 15 ildən artıq vaxt keçsə də, elə beynimdə qalmışdı ki, bir gün Allah nəsib edər, bu kitabı əvvəldən sonacan götürüb, şərh edib, oxuyub, tamamlayarıq. Bu, demək olar ki, birinci səbəbdir. Və həmçinin ikinci səbəb olaraq onu qeyd edə bilərəm ki, çünki bu kitabda olan mövzular çox müxtəlifdir. Yəni, belə desək, kitab rəngarəng bir kitabdır. Mövzularla, müxtəlif mövzularla zəngin bir kitabdır. Və xatırlayırsınızsa, biz keçən həftə növbəti kitab olaraq nəyi götürək deyə öz aramızda müzakirə edəndə bəzi qardaşlar dedilər ki, sünnə barədə, bəzi qardaşlar dedilər bidət barədə, bidət əhli barədə, bəzi qardaşlar dedilər ki, təvhid barədə bir kitab olsun, bəzi qardaşlar dedilər ki, Allahın ad və sifətləri barədə bir kitab olsun. Yəni, rəylər, təkliflər müxtəlif oldu və düşündüm ki, bu kitab müxtəsər şəkildə olsa da, bütün bu mövzuları özündə ehtiva edən bərəkətli bir risalədir. Doğrudan da kitabda olan mövzular çox rəngarəngdir və hətta bu kitabda elə mövzular
qeyd olunub ki, indi inşallah bu kitabı oxuduqca özünüz də bunun şahidi olacaqsınız. Yəni hətta ağlınıza belə gəlməyən mövzular. Yəni mən demirəm ki, bilmədiyiniz. Yox. Hətta ağlınıza belə gələ bilməyən mövzular. Ki, yəni əqidədə sən demə belə mövzular var imiş. Və İmam Barbahari o cür mövzulara toxunub, çox maraqlı mövzuları ilə zəngin və rəngarəng bir kitabdır. Və bu da bu kitabı seçməyimin demək olar ki, ikinci səbəbidir. Və üçüncü səbəb olaraq onu deyə bilərəm ki, ümumiyyətlə qardaşlar, bu kitab Allah bərəkət versin və müəllifinə də rəhmət eləsin. Elə bir kitabdır ki, doğrudan da insanın sanki iliyinə işləyən bir kitabdır. Yenə də deyirəm, bunu oxuduqca görəcəksiniz, özünüz də bunun şahidi olacaqsınız. Yəni, insanı doğrudan da qədəmlərini sünnət üzərində gücləndirən, möhkəmləndirən, ümumiyyətlə insanı bidət və bidət zəlalət əhlinə qarşı qədəmlərini sabit edən, yəni buna səbəb olan kitablardan birisidir. Və təbii ki, bizim yəni bidətlərin, şübhələrin, zəlalət fikirlərinin yayıldığı indiki dönəmdə, zamanda bu cür kitabları oxumağımıza, öyrənməyimizə doğrudan da çox ehtiyac var. Müxtəsər olaraq, yəni bu kitabı seçməyimin səbəbləri bunlar idi. Və son olaraq kitabı şərh üslubuna gəldikdə, təbii ki, şərh özümüzdən olacaq Allahın izni və müvəffəqiyyəti ilə. Necə ki, bundan qabaq İmam Əhmədin Usul-i Sünnəsini və Əbu Bakır Əl-İsmaili rəhmətullah aleyhin hədis imamlarının etiqadı risaləsini şərh etdik. Və bu kitabı da həmçinin, yəni hansısa bir kitaba şərhə dönmədən bizim öz cəmaatımıza uyğun, münasib bir formada sələfin üslubu və mənhəci üzərində Allahın izni ilə bu kitabı şərh etməyə çalışacağım. Lakin çalışacağıq ki, şərh çox uzun olmasın. Çox uzun olmasın. Yəni əsas məqsəd kitabı bir yerdə oxumaq və müəllif dedikləri kəlmələrdə, kəlamlarda nəyi qəsd edir, onu başa düşmək, onu anlamaq olacaq. Lakin ola bilsin elə mövzular olsun ki, ilk dəfə qarşılaşdığınız mövzular ola bilər, bayaq dediyim kimi, heç yanda, heç vaxt eşitmədiyiniz və ya elə mövzular ola bilər ki, o mövzular barədə biraz geniş danışmağa ehtiyac duyulsun. O cür mövzularda ola bilsin, müəyyən qədər təfsilata gedəcəyik və müvəffəqiyyət də Allahdandır. Allahdan yardım diləyirik və dua edirik ki, Allah Azza və Cəllə bizi eşidib, fayda götürən qullarından etsin. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.